Biz bir neçə mövzudur ki, əsasən individual HTML elementlər haqqında danışırdıq. Bunu deyəndə nəyi nəzərdə tuturam? Yəni həmin elementlər ki, səhifəyə xüsusi bir növ kontent əlavə edirdi. Nümunə olaraq hashtaglərini deyə bilərik, səhifəyə başlıq əlavə edirdi, P taqı paraqraf, image taqı şəkil, A taqı link əlavə edirdi və s. Və hər bir taqın burada xüsusi bir məqsədi var idi, hansı ki, səhifəyə bildirdiyimiz kimi müəyyən bir kontent növünü artırmaq üçün istifadə olunurdu. Əlavə olaraq bir də div taqı haqqında danışmışdıq. Div taqı biraz fərqli idi. O xüsusi olaraq bir kontent növünü əlavə etmirdi. Əsasən müəyyən HTML elementlərini bir yerə qruplaşdırmaq üçün istifadə edirdi və yaxud da yeni bir kontent əlavə etmək üçün div taqından istifadə edə bilərdik. Amma div taqı haqqında belə bir şey də bildirmişdik ki, onun xüsusi bir mənası yoxdur. Div taqı sadəcə olaraq elementləri qruplaşdırır, yeni element əlavə edir və s. Amma axtarış mühərrikləri bu taqı görəndə div taqı onlar üçün xüsusi bir məna kəsb eləmirdi. Amma bizim bəzi taqlarımız var ki, onlar da eyni formada və yaxud desək daha oxşar formada səhifəyə yeni kontent əlavə eləyirik və kontentləri qruplaşdırmaq üçün, bir neçə elementi qruplaşdırmaq üçün istifadə edirdik. Amma div taqından fərqli olaraq bunu random formada istənilən şəkildə, istənilən yerdə yox, xüsusi bir məqsədə xidmət edəcək şəkildə səhifəmizə əlavə edirdik. Birinci nümunəmiz burada header taqıdır. Adından da göründüyü kimi header başlıq deməkdir. Səhifəmizə başlıq əlavə eləmək üçün istifadə olunurdu. Yəni bu səhifənin giriş hissəsidir, hansı ki, burada gördüyünüz kimi səhifənin loqosu yerləşir. Müəyyən bir səhifəyə daxil olursunuz və orada səhifənin loqosu, başlıq hissəsi, naviqasiya paneli, hansı ki, biz naviqasiya panelini nəyə nəzərdə tuturuq? Yuxarıda deyək ki, bizim linklərimiz olur və üstünə klik eləyəndə bizi başqa səhifələrə yönləndirir. Və yaxud axtarış qutusu da ola bilər, müəyyən şeyi yazıb axtara bilərdik. Bu tip kontentlər səhifədə headerdə yerləşirdi. Bir səhifədə bir neçə dəfə istifadə oluna bilər. Səhifənin ümumi bir başlığı da ola bilər və yaxud səhifənin yerləşdiyi və səhifənin tərkibində olan fərqli hissələrin özünün də bir başlığı ola bilər. Digər taqımız nav taqıdır. Nav taqı nə üçün istifadə edirik? Biz link taqı haqqında öyrənmişdik, hansı ki, A taqından istifadə edib səhifəyə link əlavə edirdik. Və nav taqı nə üçündür? Bir neçə dənə linki bu nav taqının içinə əlavə eləyib onları qruplaşdıra bilərik. Bunun xüsusiyyəti nədir? Axtarış mühərriki gəlib həmin hissəni bir naviqasiya paneli olaraq başa düşür. Yəni burada artıq bir qrup linkimiz var və bu linklərdən istifadə edərək fərqli səhifələrə keçə bilərik. Burada gördüyünüz kimi menu, breadcrumb və əsas keçidlər üçün istifadə olunur. Hər link qrupu nav olmaya bilər. Bu, bizim proyektin və yazdığımız səhifənin strukturundan asılı olaraq dəyişən bir şeydir. Main taqı yenə əsas deməkdir bizim dildə tərcümədə və səhifənin əsas məzmununu əhatə edir. Main taqı header, footer, nav, aside və digər layout taqlarının içində ola bilməz. O, sadəcə olaraq səhifənin əsas kontentinin bu olduğunu bildirir və axtarış mühərrikləri gəlib bunu oxuyanda artıq başa düşür ki, səhifənin içində olan əsas məlumatlar bu taqın içində yerləşir. Section taqımız var. Bizim səhifəmiz bir neçə dənə bölmədən əhatə edə bilər, bir neçə dənə bölmədən ibarət ola bilər və hər bir bölməni biz section taqının içinə salırıq. Bu nə edir? Axtarış mühərriki gəlib hər bir sectionu görəndə artıq köhnə bölümün bitdiyini və yeni bir bölmənin başladığını başa düşür. Başlıqlar verə bilərik H1-dən H2-dən H6-ya qədər. Mövzu aydındırsa istifadə edilir. Bu nə deməkdir? Mövzu konkret olaraq bölmələrə bölünübsə, hissələrə bölünübsə və kontentlər arasında konkret bir ayrıcalıq varsa və biz hansı hissənin hansı bölməyə aid olduğunu biliriksə, onların hər birini ayrı-ayrılıqda section taqının içinə salıb səhifəmizi axtarış mühərrikləri üçün daha oxuna bilən və başa düşülə bilən hala gətirə bilərik. Article məqalə deməkdir. Bu element nə edir? Biz bəzən özümüzə blog səhifəsi yaratmaq istəyə bilərik və yaxud xəbər səhifəsi və s. Və həmin o bloqumuzu və yaxud xəbərimizi bu article taqının içinə salırıq. Bu, yenə axtarış mühərriki üçün bildirir ki, burada olan kontent bir məqalədir, oxunula bilər, paylaşıla bilər və yaxud bir xəbərdir və yaxud hər hansı bir mövzu haqqında bir şərhdir.
Bizim aside tagımız var. Biz bir çox səhifədə bu şəkildə bir yan menü görürük və o yan menüdə yenə linklərimiz olur və yaxud reklamlar olur və o səhifənin əsas kontentinə aid deyil, əlavə bir kontentdir, amma səhifə ilə bağlıdır. Bunun üçün biz aside tagından istifadə edirik. Reklam, yan panel və yaxud dediyimiz kimi əlavəli linklər ola bilər. Əsas məzmuna birbaşa aid deyil. Və bizim son olaraq footer tagımız var. Footer tagı adından da göründüyü kimi səhifənin sonluğunu bildirir. Bir çox səhifədə səhifənin sonluğunda deyək ki, müəllif hüquqları var, hüquqi məlumatlar var və s. Hüquqi məlumatlardan əlavə səhifənin aid olduğu sosial şəbəkələr və onlara keçid linkləri ola bilər. Biz onları footera əlavə edə bilərik. Səhifədə bir neçə dəfə footer tagından istifadə edə bilərik. İndi isə bunların istifadə olunduğu bir nümunəyə baxaq. Bizim belə bir HTML faylımız var və onun içində əvvəlcə səhifəmiz header ilə başlayır. Headerimiz nə var? Bu səhifənin başlığını bildirir və burada bizim başlığımız var. Onun içində bir naviqasiya paneli var və gördüyünüz kimi biz linklərimizi həmin nav elementin içində bir yerdə qruplaşdırmış oluruq. Daha sonra səhifəmizin əsas kontenti gəlir, main və əsas kontent bir neçə dənə hissəyə bölünür. Bu bir sectiondur, yəni bir bölmədir. Deyək ki, bu bölmədə sayt haqqında bir qısa məlumat var. Daha sonra bir məqalə başlayır, bir artikel bölməsi başlayır və burada göründüyü kimi yazılıb ki, bu ayrıca müstəqil bir məqalədir. Burada hər hansı bir mövzu haqqında öz fikirlərinizi və yaxud məlumatlarınızı bölüşə bilərsiniz. Bu da yan paneldir. Burada başqa səhifələrə keçid etmək üçün və yaxud səhifə içində müxtəlif bölmələrə keçid etmək üçün linklər qoya bilərsiniz, reklam qoya bilərsiniz və s. Və bu da səhifənin footeru, yəni sonluğudur. Burada da gördüyünüz kimi müəllif hüquqları ilə bağlı məlumatlar əlavə edə bilərsiniz və yaxud başqa sosial şəbəkə üçün linklər əlavə edə bilərsiniz. Hal-hazırda burada əsər yazmamıza baxmayaraq fikirləşə bilərsiniz ki, bəs bu niyə kənarda deyil? Biz onu o struktura gətirmək üçün CSS-dən istifadə edəcəyik və CSS kodlarından istifadə edərək səhifənin görünüşünü tamam fərqli hala gətirə bilərik.